Badımcan sirdağı cəmi 3 tərəvəzlə hazırlanır. Badımcan, pomidor və sarımsaq. Lakin dadı o qədər möhtəşəm olur ki, əgər yoxlasanız, dadı damağınızdan getməyəcəyinə çox əminəm. Budur, gördüyünüz kimi badımcanları nazik şəkildə doğrayırıq, duzlayırıq və bir qədər gözlədirik. Daha sonra isə pomidorları və sarımsağı doğrayırıq. Əgər istəsəniz sarımsağı sürtgəcdən də keçirə bilərsiniz. Daha sonra isə badımcanları o yüz bu yüz qızardırıq. Artıq badımcanlarımız hazırdır və tavaya düzməyə başlayırıq. İlk növbədə badımcanı düzürük, daha sonra üzərinə pomidor, sarımsaq, duz, istiot və növbəli şəkildə yenə də badımcan, pomidor, sarımsaq, duz, istiot. Sonunda isə üzərinə azacıq yağ və su əlavə edirik. Bişməyə davam edərkən üzərinə azacıq kərə yağı əlavə etdim. Budur, artıq hazırdır. Buyurun, siz də yoxlayın, sınayın. Əminəm çox bəyənəcəksiniz.